Dünya çempionatı maçı zamanı kənar şəxsi meydana daxil olaraq vurulan qolu ləğv etdiyini bilirdinizmi? 1982-ci il Dünya çempionatının Fransa-Küveyt maçı zamanı Fransa oyunun 75-ci dəqiqəsinədək Küveyti artıq 3-1 hesabı ilə darmadağın etmişdi. Elə bu an tribunadan gələn fit səbəbindən Küveyt millisinin müdafiəçiləri çaşqınlığa düşərək dayanırlar. Vəziyyətdən yararlanan Alan Jire isə 4-cü topu Küveyt millisinin qapısından keçirir. Bu maçı tribunadan izləyən və o zamanlar Küveyt Futbol Federasiyasının prezidenti olan Şeyx Fahd vurulan qoldan qəzəblənərək meydançaya daxil olur və baş hakim Miroslav Stupara təzyiq göstərərək qolu ləğv etməsini tələb edir. Milyonlarla insanın canlı olaraq izlədiyi maçda Miroslav Stupar təzyiqə dözməyərək qolu ləğv etsə də bu Küveyt millisini xilas etmir. Maçın 89-cu dəqiqəsində fransız Maxime Bossi 4-cü topu Küveyt millisinin qapısından keçirir. Maçda baş verən hadisələrdən sonra FIFA Şeyx Fahdı $10.000 cərimə etməklə yanaşı Miroslav Stuparın da karyerasını məhv edir. Miroslav Stupar ömürlük olaraq professional futboldan kənarlaşdırılır. Və sizcə müasir futbolda belə bir hadisə baş versəydi, səbəbkarları nə kimi cəza gözləyirdi?